və buyurur ki, həqiqətən ibadət etmək, yəni bununla da mümkündür. Sonra isə deməli, evlilik həyatında insan çalışmalıdır ki, demək, evləndiyi zaman salihə qadınla evlənsin və seçdiyi zaman salihə qadın seçsin. Abdullah İbn Ömər radiyallahu anh'dan gələn bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, dünya deyir, mal və zinətdən ibarətdir. Amma deyir, dünyanın ən xeyirli malı və zinəti salihə qadındır. Dünyanın ən xeyirli malı və zinəti salihə qadındır. Sonra isə biz bilirik ki, bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem bizə hər bir işimizdə ədəb əxlaqı öyrədib. Hətta yəni, subaşını necə çıxmaq lazımdır, onu bizə öyrədib. Necə ki, bu barədə yəni, müşriklərdən bir nəfər Səlman-ı Fərsi radiyallahu anh'dan soruşur ki, yəni sizə Peyğəmbəriniz hər şey öyrədib. Sahabə radiyallahu anh onun sözünü təsdiqləyir, buyurur ki, bəli, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hətta bizə subaşını necə çıxmaq lazımdırsa onu öyrədib. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bizi evlilik həyatında, yəni insan öz həyat yoldaşı ilə yaxınlığı etməmişdən qabaq hansı duanı etməlidir, onu bizlərə öyrədir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem İbn Abbas radiyallahu anh'dan gələn bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni bilin ki, əgər sizdən biriniz ailəsi ilə yaxınlıq etməzdən qabaq Allahümmə cennibni şeytan və cennibi şeytan mə razaqtənə. Peyğəmbər sallallahu aleyhi ve sellem əgər kim desə ki, yəni Bismillah, Allahümmə cennibi şeytan, Allahım bizi şeytandan uzaqlaşdır və cennibi şeytan mə razaqtənə. Şeytanı da bizə bəxş etdiyin şeydən uzaqlaşdır desə, həqiqətən də şeytan, əgər Allah onlara uşaq nəsib edərsə, sözsüz ki, şeytan onlara heç bir zərər toxundura bilməz. Əgər Allah onların qədərini övlad yazıbsa, şeytan o uşağı heç vaxtı zərər toxundura bilməz. Sonra isə evlilikdə bəyənilən əməllərdən və yəni qonaqlığın, yəni şənliyin olması və həmçinin də qonaqların dəvət olunması, bu da bəyənilən əməllərdəndir. Necə ki, Ənəs radiyallahu anh'dan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deməli, evlilik münasibəti ilə verdiyi ən gözəl qonaqlıq Zeynəb ilə evləndiyi vaxtı verdiyi qonaqlıq olmuşdur. Və Allah Resulü sallallahu aleyhi ve sellem o qonaqlıqda yəni qoyun olaraq kəsib öz qonaqlarına vermişdir.